Salam hamıya, nə var, nə yox, necəsiniz, əsənlikli olsun. Bugün mən sizinlə çoxdan hazırlaşdırmadığımız Şumer dil dərslərinin 3-cü dərsi eləyəcəyik. Deməli, belə, başlayaq. Şumer dili ders 3 samitlər. İndi başlayaq. Biz bu günləri ma, mi, mu samitlərini öyrənəcəyik. Əvvəlcə ma'dan başlayaq. Deməli, ma bir dəqiqə, deməli, belə, balaca ox, mismar və böyük mismar. Bunu içini qaralamaq lazımdır. Əslində bunu gildə yazıblar Şumerlidə, amma ki biz bunu daha yaxşı görsənsən, öyrənsin deyə belə yazdırırıq. Bunu Şumerlidə gildə yazıblar. Belə, bu ma'dır. Bu ma hərfidir. İndi biz mi səsinə baxaq. Mi səsi isə belə yazılır. Belə. Bu belədir.